Hamınızı salamlar dostlar. Car Simulator ilə davam edirik. Bugün Car Simulator 2-də gördüyünüz kimi nə edəcəyik? Yeni bir ev və yeni bir maşın alacağıq. Gəlin nə edək? Gəlin bu jiplə gedək. Bundan gedək. Neyse, bugün yeni bir ev aldırıq. Yeni bir ev və yeni bir maşın alacağıq. Kim alacağıq? Hem maşın hem de ev alacağıq. Bunu görürsünüz. Alacağımız ev şeydi. Demeyeceğim, gedib göstərərik. Şimdi buradan da şəhərə gedəcəyik. Şəhər 1-ə gedəcəyik. Alacağımız ev şəhər 1-dədir. Oradan bir dənə qəşəng şəkildə evimizi alıb artıq güzel, yani inanılmaz bir yaxşı şəkildə artıq qarajlarımızı doldurmağın vaxtı gəlib çatır. Burada hər yerə dəydi, hər yerə dəydi. Burada görev var. Bu şey var. Bu görevlər deyil, bir dənə şeylər var. Bir dənə atölyədə şey deyil, bir dənə deyib boyacıya bir dənə cid çıxır, bir dənə o cid çıxırayım. Həm 2000 pul verəcəkdi, o da yüngülvari daha yaxın olacaqdı. Bir dənə cid çıxırayım. Cid çıxarayım. So, 2000 biz aldıq. Getdik. Alacağımız evi, ayakkabı, biz aldı ayakkabı, çok iyi. Ayakkabı çok uzakta, yoldan bir şehir bir tane çok uzakta, geri çıxmaqlayın var. Qoy mən şəhər biləcəyim, orada görüşərik. Deməli artıq şəhərə artıq çatmışıq, şəhər birə çatmışıq. Oy bilek, olmasa tutmalı. Değerli dostlar, alacağımız ev gördüğünüz gibi buradadır. 1 milyona bu plazmanı satın aldık da hayırlı uğurlu olsun. Resmi yekə bir dənə bu boyda plazma artıq bizim garajımız değil, bizim şeyimiz oldu ve şimdi bundan da qəşəng bir dənə belə şəkil var yani. Bu formada bir dənə bunu şəkili videodan sonra qəşəng bir dənə şəkil çəkib videoda çəkdim şeyləri, oyun avcısını şey qoyacağım. Plazma aldı. Yeni evin oldu şeyler. Şimdi buranı aldık. Gedək yeni bir maşın, yeni maşınımızı alaq. Hem o sürətin falan baxacaq. Nətəcək. Yeni evdə gəlib indi maşını alalım, təzə maşını. Yeni evdə gəlib baxarıq. Gedək maşın durmur burada. Maşının manevrası pisdir. Maşının manevrası biraz problemli. Maşın durmuyor. Çətin məsələdir. Yani şurası da çok şey değil.
Əgər digər videomu izləməmişsə, digər videomu izləməyi unutmayın. O videoda şey eləmişdik. İkinci incəleme gəlib. O incəleme haqqında danışacaqdım deyə girmişdik ki. Allah çox maşın təhlil deyil. Maşının manevrasında sıxıntı var. Maşının manevrasında problem var. Bu qəşə cihazı var. Bunu rəngim bilməm nə rəngim. Bunu ağ, qara. Oraya həddəki maşınların oxşarına taşıdır. Başqa hansı maşın almamızı istəyirsinizsə, yoxsa aşağı yolları yazmağı unutmayın. Aşağı yolları yazıram. Həmin maşınları bu qədər həm tonunuz tutur, bu nə də həm tonunuz tutur, həm də biraz şeydir. Həm tonunuz tutur, həm də sıkıntılı maşın. Manevrası yok, bir şey yok, maşın ne yapmış? Neyse. Yine adam maşın, deyəsən taslaqlı maşın alsın, taslaqlı maşın almayacaq. Taslaqlı maşın var, bunu satmırsa, bunlar satmır. Bu da değil, hiç, bu da değil. Bu hiç bir olmamış, bu hiç değil. Bunda ama istasyonum bu yoxladı. Bəli, yeni maşınımız var, buna lazım əlbəttə. O qabı dəyərlə almamızı istəyirəm. Bir son Dodge'un bir son maşını, bir son Aston Martin Elite. Ayrıca Dodge'u da almamız istəyirəm. Dodge pick-up'ı almamız istəyirəm. Aşağı yazarsınız. Hansı maşını almamız aşağı yazarsınız. Gözümü 50.000 50 kriptoya olsa maşın Subaru'dur. Yani bu formada gördüğünüz kimi idealdır. Skorsuz adı. Avtomat özdə. Yani maşınımız fulldur, full. Maşınımızı canoda elə alaq. Çox uzatmaya. 8500 kriptomuz qaldı. Yani yeni maşınımız hayırlı olsun. Power'ı böyle yanır, arka ışıkları böyle yanır, yani ideal şekilde. Yeni maşınımız hayırlı uğurlu olsun. Hem yeni maşın hem de yeni bir ev aldık. Görüyorsun maşın. Ay. Maşın çok güzel. Yani içine bağlayız. İçi ışıklar yananda. Maşın elə bir özünə gəldi biraz. İdeal gözünə. Ya da indi plazmamızın kimi göstərən ama mən ideal şəkildə yönetiyorsun. Manevraları var. Bildiğin süperi. Çok inanılmaz bir manevra sistemi var. Küsü. Ay Allah, ne oldu la? İşte de var. Yaxında yəqin ya montajın görəcəm, ya yeni bir baxacağım, ya maşın alacağım, yenə mən ya bilmirəm deyil. Modifiyə günəlmək istəyirəm, bilmirəm, bahar indi. Maşınımız hara getdi bizim, maşınımız bura gəldi. Yox, bura gəlmədi, hara getdi bə. Başqarımız var bizim bir yerdə. Burada vardı, hə, gəldi maşınımız bura. Maşınımız gəldi ora. Bir dəqiqə qarşımız varmış. Getdi ora. İndi gəlin girə bir dənə buranı bura. Saxlaya maşını, düşək burada, söndürək. Bağlı maşını. Gidə bir dənə yuxarı. Görürsünüz, bizim otaq, bizim otağın qapısı, bizim otaq buradır. Televizor, mevizor var burada. Ay, televizor yanır. Baxın, mənim YouTube kanalımı da pul. Fox TV. Televizor işləyirəm, televizor yanına qalqam. Yəni qoşduq televizor yan Fox. Neyse. Otağımız da formalı. Maşınımız motor nədir? Motor belədir. Motor. Deməli, niyə? İndi istəyirəm ki, dostlar, niyə? İstəyirəm ki, gələn videoda ya uçmaya şəkər. Ya da modifiyə gün eləyək. Aşağı yazırsınız.
hansı maşını modifiyə, hansı maşını alaq, nə hansı evə alaq yorumlara yazarsınız. Gələn videoda o evi, o maşını, həmin o başqa maşına yığmağa çalışacağıq. Gələn videoda görüşmək üzrə. Sağ olun, salamat qalın.